Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Kasımil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve alihi teyyibine tahirin vel muntecabine vel ma'sumin siyema bakiyetillah fil arazin. Ve la'netullah a'daihim ecma'in minel an ila kıyavmi yevmiddin. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu ittagullah ve kunu ma'as sadıgin. Sadakallahul aliyyul azim. Bəhsimiz sahabelər haqqındadır. Hatırladaq ki, onların həyatına qısa bir baxış edirik və onlardan bizə qalan dərslər və ibrətlər haqqında danışırıq. Bəli, müəyyən dərslər, müəyyən ibrətlər götürmək hər bir insanın, belə deyək də, vəzifəsidir ki, onlar zəhmət çəkib, əziyyət çəkiblər sahabələr. Canların qurban veriblər, İslam yolunda çox çalışıblar. Bizə də düşən onların həyatına baxmaq, onlardan dərs almaq və ibrət götürmək. Bugün bir şəxs haqqında danışacağım ki, onun həyatı başdan başa eşq ilə qarışıb. Düzdür, peyğəmbəri görmək ona nəsib olmayıb. O yüzden ona tabein deyərlər. Tabein, yəni sahabələri görən və onlardan öyrənən peyğəmbərə iman gətirir və imanla dünyasını dəyişən edənlər. Həmən bu böyük şəxsiyyət Üveys Qərəndir. Peyğəmbər zamanında yaşayıb, amma peyğəmbəri görməyib. Danışacağım necə olub əhvalatı. Peyğəmbər Üveysi sevərdi. Özü buyurub ki, hər kəs Üveysi görsə, mənim salamımı çatdırsın Üveysə. Bir gün Peyğəmbər soruşdular ki, Peyğəmbərdən, ya Rasulallah, Üveys kimdir bu qədər onu sən yad eləyirsən, xatırlayırsan, yada salırsan. Görünən budur ki, Peyğəmbər bunu çox yad eləyirmiş, çox xatırlayırmış. Artıq adını tanıyıblar, adını biliblər ki, Üveys kimdir. Peyğəmbər cavab verir ki, Üveys sizin yanınızda adi bir şəxsdir. Mən Üveys deyirəm, adi bir şəxs kimi görsənir. Amma Allah yanında əzəmətli ruha sahib olub Üveys. Allah yanında böyük məqama nail olub. Elə bir məqama sahibdir ki, qiyamət günü onun şəfaəti ilə qəbilələr behiştə girəcək. Allahu Ekber. Ara gedib çatıb. Onun sayəsində deyir, onun şəfaəti ilə qəbilələr behiştə tərəf girəcək. Allah ona görə qəbilələri bağışlayacaq. Sonra da yenə buyurdu ki, o məni görməyəcək, amma mənim dinimə iman gətirib, mənim canişinim Əlinin yanında öldürüləcək. Bura qədər Peyğəmbər deyib. Bu, Üveys təkcə zahid deyildi. Düzdür, ibadətdə adı çıxıb, amma təkcə zahid deyildi. İctimaiyyətin də dərdinə qalırdı. Kasıbları yad edirdi. Haqqı qoruyurdu. Haqqın tərəfində idi. Belə bir insan idi. Yəmənli idi. Yəməndə yaşayırdı. Bəzən deyir, Peyğəmbər üzünü tutardı Yəmən tərəfə. Baxın şəxsiyyət. Üzünü tutardı Yəmən tərəfə, deyərdi ki, Yəmən tərəfdən gələn o xoş iyi eləyirəm. Yəmən tərəfdən. Bir dostumuz var Yəməndə, Üveys Qərəni, onun ətri gəlir, onu eləyirəm. Bəzən Peyğəmbərin yanında oldular, o ətri heç vermədilər Peyğəmbər. Üveys də deyirlər ki,
Adi şəxs idi, kasıb bir insan idi. Dəvə otarmaqla məşğul idi. Bəzən deyir, xurma yığardı, satardı. Bir dənə taqətsiz deyirlər anası var idi, gözləri də kör olmuşdu. Kör olmuşdu, ona baxırdı, onun qulluğunda dayanardı anasına. Bu qədər dəyər verərdi anasına. Anasını gözündən kənarda qoymazdı anasını. Bir gün anasından icazə alır ki, gedin Peyğəmbəri görün. Onun eşqi ilə yanıram. Məhəbbətim çoxdur Peyğəmbərə. İcazə ver, anacan, gedim Peyğəmbəri görün. Anası deyir ki, yaxşı get. Anasından icazə alır, gedir Peyğəmbəri görün. Anası amma deyir ki, getdin, daha qalma. Gördün, çıx gəl. Orada qalma. Orada oldu, gördün, gör. Olmadı da qalma, çıx gəl. O da gəlir Peyğəmbərin evinə, qapını döyür. Peyğəmbəri soruşur, deyirlər Peyğəmbər səfərdir. Gedib səfər. Bir də orada üvəs qaldı belə. Neyniyim? Anam bu yandan deyir ki, bu yandan Peyğəmbəri görmürəm, gedirəm. Qəlbim deyir, qal Peyğəmbəri gör, onun eşqində yanırsan. Amma ağlım deyir ki, şəriət deyir, ana tək qalıb. Ananın qulluğunda durmalısan. Ana deyib qayıtmalısan. Şəriət bunu deyir. Qəlbim bir söz deyir, şəriət bir söz deyir. Qəlbimi qoydum kənara, şəriəti tutdum öndə. Şəriəti tutdum öndə, qayıtdım, gəldim anamın yanına. Yazırlar ki, Peyğəmbər evə girdi, dedi, kim gəlmişdi? Üveys gəlmişdi. Dedilər, ya Rasulallah, hardan bildin üveys gəlib? Dedi, onun ətri qalıb evdə. Üveys də Peyğəmbərin kəndarını öpür gedir. Üveysin ətri qalıb evdə. Bəzi məqamlar var ki, vallahi insan valideynin vasitəsilə o məqamları gedib çatır. Valideyn vasitəsilə. Bəzi müşküllər valideynin razılığı ilə həll olur. İbadətlərin qəbulu deyirlər ki, valideynin razılığı ilədir. Allah o qədər əzəmət verib, o qədər dəyər verib ki, valideynə, hədis gəlir ki, cənnət anaların ayağı altındadır. Valideynin ayağı altındadır. İnsan o qədər zəhmət çəkir, təlaş eləyir, əziyyət çəkir, kəmala gedir. Ucalmağı nəhayətdə cənnətdir. Düzdür, nəhayətdə cənnətdə. O da deyir, anaların ayağının altındadır. Anaların ayağının altındadır. Qalə Rasulullah, əl-cənnətu təhtə əqdamil ümməhət. Cənnət anaların ayağının altındadır. Allahın razılığına dilə ən yaxşı yol ananın razılığından keçir. Ən yaxşı yol, ən asan yol. Ola bilər namazlarımızda naqislik var. Naqis oruclarımız naqisdir. Naqis, yəni ibadətlərimizlə, naqis orucumuzla ola bilər Allahı razı salmayaq. Çünki ibadət xuşu tələb edir. Çətindir. İnsan özünü mərkəzləyə bilmir. Ya araya nəsə girir, ibadətin arasına nəsə girir. Ya riya girir, ya ücub girir. Hər nəsə axıra ver bir ibadətdə insan görsən mərkəzlənə bilmir. 2 rükət namaz qılır, o 2 rükət namazda insan özünü saxlaya bilmir. Fikir getdi başqa tərəfə, o tərəfə, bu tərəfə. Yəni mərkəzlənmək olmur. Xuşu tələb eləyir. Xuşu yəni insanın qəlbi mərkəzlənir Allaha. Bu nə deyirlər xuşu? Fəqət dayanıb, fəqət Allah düşünürsən. Əzəmətin qabağında dayanmışam. Mərhəmət sahibinin qabağında dayanmışam, ibadət edirəm. Onunla üns qurmuşam, qəlbimi bağlamışam Allaha. Buna deyirlər xuşu. Bəzən bunu əldə edə bilmirik. Amma valideynin xidmətində durmaq asandır. Bunlarla Allahın razılığını əldə edə bilərsən. Hər kəs də bunu eləyə bilər. İlla ki, bu bizim üçün nədir? Sığortalanmış bir dənə yoldur. Get anavın, valideynin xidmətində dur, mütləq nicat tapacaqsan. Bu bir dənə sığortalanmış yoldur.
Cənnət deyir uzaqda deyil, hələ evdədir. Cənnət uzaq deyil, evdədir. Valideyni incitmək, deyirlər cənnətin qapılarını üzvə bağlamaq deməkdir. Valideyni narahat elə, o cənnət qapısı üzvə bağlanır. Valideynə vaxt ayırmayandır, heç Allaha da vaxt ayırmaz. Valideynə vaxt ayırmayan, elə bilsən ki, sən o tövfiqatı tapacaqsan, elə bilirəm ki, mən o tövfiqatı tapacam ki, Allahla üns quracam, yox, tapa bilməyəcəm. Ana sadəcə ailə üzvü deyil ki, ana axirət yolunun açarıdır. Valideyn belədir, axirət yolunun açarıdır. Təkcə ailə üzvü kimi baxmayın. Bəli, valideyni vaxt ayırmayan Allaha vaxt ayıra bilməz. Bugün müasir dövr dedik, fitnələr çoxaldı. Əlaqələr kesildi. Valideynlər tənhalaşdı. Nə qayıdırdı? Mənim həyatım, mənim qərarım fitnəsi. Və bunlar atıldı ortaya. Mənim öz həyatım var. Sən təkcə özündən ibarət deyilsən ki, ailə üzvlərin də var. Səni dünyaya gətirən valideynin var əsasən. İndi bacını, qardaşı qoydum qırağa. Amma səni dünyaya gətirən, səni böyüdən bir valideynin var. Mənim həyatım, mənim qərarım, fitnəsi. Qabaqlar həyatlar məşvərətlə qurulardı. Yaşayışlar məşvərətlə qurulardı. Qərarlar məşvərətlə verilərdi. Məşvərət eləyərdilər, qərar verirdilər. İndi evlad deyir, atan sən qalmısan köhnə fikirlərdə qalmısan. Ana sən köhnə fikirlisən. Bax bu sözləri deyir. Ya atasına, anasına deyir ki, sən keçmişdə qalmısan ata. İndi nə bilim 21-ci əsrdir. Fikirləriniz köhnədir. Ola bilər fikirlər qane etməsin. Mən bir söz demirəm. Ola bilər fikirlər fərqli olsun və yaxud heç qane etməsin fikirlər. Ola bilər. Amma hörmətsizlik eləyib valideynə o söz demək olmaz. Sən köhnədə qalmısan, sən keçmişdə qalmısan. Bu evlad tövfiq tapa bilməz sonra. Yaxşı bir yerə gedib çıxa bilməz. Bunları yadımıza salaq ki, nə qədər valideynlərimizin bizim üstümüzdə əziyyətlər çəkiblər, zəhmətlər çəkiblər. Bunları məgər yaddan çıxartdıq. Dünyaya gətirəndən ayağımız yeriyənə qədər gözləri üstümüzdə oldu. Gecələr bilmədilər, gündüzlər bilmədilər, soyuq bilmədilər, isti bilmədilər. Daima nəzərləri üstümüzdə oldu. Bunları məgər yaddan çıxartdıq. Özləri giymədilər, saxladılar özlərini, dedilər ki, o birisi alaram, amma evladı mütləq aldılar, verdilər. Gələn səfər özümü alaram. Yəni, birinci evladı fikirləşdilər. Evladı önə verdilər. Sonra özlərini fikirləşdilər. Üveys Qarani'dən aldığımız dərs biri də bu olsun ki, bu sahabədən valideynə xidmət. Allah istəyir, evlad valideyni xidmətində dursun. Bəzi insanlar gəlib Üveysdən nəsiyyət alırdılar. İstəyirdi ki, onlara nəsiyyət versin, belə deyirdi. Allahın kitabına və Peyğəmbərin göstərişlərinə əməl eləyin. Əmir-əl-Mominin göstərişlərinə əməl eləyin. Bunları sifariş verin. Sonra deyirdi ki, ölümü də xatırlayın. Allah belədir. İnsan bəzən ölümü çox xatırladıqca, bəzən günahdan da biraz dayanar, əlini saxlayar. Adam bir fikirləşsə ki, orada məni bir məhkəmə gözləyir, orada mənim bir vəziyyət gözləyir. Ölüb gedəcəm də mən 5 il, 10 il, 15 il. Qurtla qiyamətə qalmayacam ki. Ömür də surətlə gedir. Ölümü yadınıza sal. Peyğəmbər buyurdu ki, hər kim şəhidlərlə məhşur olmaq istəyirsə əgər, gündə bir neçə dəfə ölümü xatırlasın. Ölümü xatırlasın. Sonra buyurardı, nə deyərdi? Deyərdi ki, ümmətə xeyirli olun. Mən insanlara xeyriniz olsun, xeyirli insan olun. Müsəlmanlardan ayrı düşməyin ki, dindən uzaq düşərsiniz. Dindən uzaq düşərsiniz. Üveys deyib, bir günlər bir məclisdə xütbə eləyirdi, danışırdı. Belə deyirdi, 3 qism insanlar var. 3 qism insanlar var.
Biridir agah möminlərdir, biri də agahsız möminlərdir. İki, üçüncü də münafiqlərdir. Yəni ikiyüzlü insanlardır. Burada belədirlər, burada belədir. Deyir, birinci, agah möminlərdir, o kəslərdir ki, yağış kimidirlər. Meyvə verən ağacın üstünə yağarlar. Yağarlar ki, meyvə verən ağac tumurcuqlansın və meyvə versin, faydalı olsun. Həm təravəti var, həm faydası var. Agah möminlər belədir. Meyvə verən ağacın üstünə yağarlar. Amma ikincisi, deyir, agahsız möminlər o kəslərdir ki, meyvəsiz ağacın üstünə yağar. Yəni, ancaq yaşıllıq gətirər. Başqa bir şey yox. Fayda gətirməsi, ancaq yaşıllıq gətirər. Görünüş olar, zahir olar. Üçüncü, münafiqlər o kəslərdir ki, bir yağışdırlar ki, qurumuş ağacın, qurumuş otların üstünə yağar. Onların daha da puç eləyər, xarab eləyər. Qurumuş otun üstünə yağış yağsa, ot xarab olur. Ona görə münafiqin nəsiyyətinə qulaq asma. Onun nəsiyyəti ziyandan başqa bir şey deyil. Başqa bir şey deyil. Bəli, Üveys Qarən sadə həyat yaşadı. Zöhd əhli, iman əhli, təqva əhli idi. İbadəti fövqəladə idi. Əlinə gələni də infaq eləyərdi, xərcləyərdi. Başqalarını da özündən üstün tutardı. Üveys Qarən. Gəldi, necə ki Peyğəmbər demişdi ki, Əmir-əl-Muminin yanında şəhid olacaq, elə də oldu. Siffeyn döyüşündə gəldi, özünü çatdırdı Əmir-əl-Mumin əleyhissalama. Əleyhissalama o qədər yaxın oldu ki, Üveys əleyhissalam Üveys Qarənə sir verdi, sir yoldaşı. Axırda da əleyhissalamın qucağında dünyasını dəyişdi. Allah belə sahabələrin şəfaətini bizlərə nəsib eləsin inşallah. İlah pərverdigara, sana and verirəm, izzət və cəlalı və kərəmi və kəramət və. İlahi, İmam Zaman ağanı salamət elə. O ağanın, nazanın qəlbini bizlərdən xoşnud elə. Ağanın zuhurunu təcil elə. İlahi pərverdigara, ömrümüzə, dinimizə, ibadətimizə, itaətimizə, azacıq olan bu xidmətlərimizə bərəkət inayət elə. İlahi pərverdigara, insanların xidmətində durmağı bizlərə nəsib elə. İlahi pərverdigara, təkəbbürlüyü bizdən uzaq elə. Həsəd əhlini bizlərdən uzaq elə. İlahi pərverdigara, ibadətin şirinliyin bizlərə dadızdır, imanın şirinliyin bizlərə dadızdır. İlahi pərverdigara, bir an belə olsa bizi öz başımıza burax. İlahi pərverdigara, bizləri əhl-i beytdən və Qur'andan ayrı salma. Bizi izləyən əzizlərimin qəlblərində hacətləri var. İlahi, hacətlərini qəbul elə. Xəstələri varsa xəstələrinə şəfayı acil inayət elə, mərhəmət elə. İlahi pərverdigara, ev istəyənlərə ev nəsib elə. Ailə qurmaq istəyənlərə ailə qurmağı onlara nəsib elə. İlahi pərverdigara, evlad istəyənlərə sağlam və salih övladlar nəsib elə. Əskərlərimizi, zabitlərimizi yerin göyün bəlalarından hifz elə. Şəhidlərimizi Kərbəla şəhidlərindən məşhur elə. Peyğəmbər və əhl-i beytinə salavat. Allahümme salli ala Muhammed və alə.